Salam əziz kimyasevərlər, alkenlərin kimya xassələri ilə qarşınızdayıq. Birləşmə reaksiyalarına baxırıq. Buten 2-nin hidrojenləşməsinə, yəni hidrojenlə birləşmə reaksiyasına baxsaq, buten 2-də olan bir abitə qırılacaq və yanında birləşdiyi karbondan hər birinə bir ədəd sigma abitə yaranacaq və hidrojen molekulunda olan 2 hidrojen atomu buradakı boş sigma abitələrinə birləşir. Hidrojenləşmə reaksiyalarının hər biri katalizator iştirakında gedir. Buten 2 butana çevrilir. Etilenin bromlaşma reaksiyasına baxsaq, yenə eyni qaydada etilenin bir abitəsi qırılacaq, 2 ədəd sigma abitə yaranacaq və bromda olan 2 atom hər biri birinə birləşəcək. Reaksiyaya girən bromlu su öz qırmızı qonur rəngini itirir. Bu reaksiya alkenlərin təyini reaksiyasıdır. Reaksiyasına baxsaq, İlk gördüyümüz heksandır, ikinci gördüyümüz isə heksendir ortadakı sınaq şüşəsində. Üçüncü sınaq şüşəsində gördüyümüz isə bromlu sudur. Bromlu suyu ilk olaraq alkana, yəni heksana əlavə edirik. Gördüyümüz kimi rəngdə hər hansı bir dəyişiklik yoxdur. Sonra isə heksenə əlavə edirik. Yaxşıca qarışdırırıq. Bromun öz rəngini itirdiyini və şəffaflaşdığını görürük. Digər birləşmə reaksiyalarına baxsaq, etilenin hidrojen bromidlə reaksiyasına baxsaq, yenə eyni qaydada birləşəcək. Əgər pir abitəsinə birləşən karbonlarda hidrojen sayları fərqlənərsə, digərlərində olduğu kimi pir abitə qırılır, 2 sigma abitə yaranır. Burada hidrojen və bromun kimin kimə birləşəcəyinin öyrənən alimimizin adı Markovnikovdur. Markovnikov qaydasına görə hidrojen atomu çox olan karbon atomuna birləşir. Yəni, buradakı bir hidrojen atomumuz, burada birləşməli olan pir abitəsinin sol tərəfində və sağ tərəfində olan hidrojenlərə baxsaq, deyir hidrojeni çox olana, yəni 2 hidrojen, 1 hidrojen çox olana birləşir. Brom isə hidrojeni təbii ki, az olana birləşəcək. Səbəbinə baxsaq, metil hissəmiz, metil radikalımız həmişə elektrodonordur. Elektronu özündən sonra gələn atoma elektronu verəcək. Ortadakı karbonumuz metildən aldığı elektronu özündən sonraki qrupa göndərir və ən sonunda bütün elektron sıxlığı birinci karbonumuzda ən çox elektron sıxlığı yaranmış olur, yəni mənfi yüklü olur hissəcik. Ortadakı karbon isə nisbətən müsbət hissəcik olur. Hidrojen bromiddə bilirik ki, hidrojenimiz müsbət, bromumuz isə mənfidir. Yəni, bromla hidrojenə baxsaq, müsbət mənfi ilə birləşəcək, mənfi isə müsbətlə birləşməlidir. Eyni qaydada hidratlaşma reaksiyalarına da keçərlidir. Əgər pir abitəyə birləşən karbonların hidrojen sayları fərqlənirsə, hidrojen hidrojeni az olana birləşəcək. Hidrojeni çox olana birləşəcək. OH isə hidrojeni az olana birləşir. Hidratlaşma reaksiyasıdır. Yanma reaksiyalarına baxsaq, alkenlərin yanmasından, yəni bütün karbohidrogenlərin yanmasından karbon qazı və su alınır. Karbon sayı n olduğuna görə karbon qazının əmsalı n-dir. Hidrojenin indeksi 2n olduğuna görə yarısı suyun əmsalı olacaq, n sayda da su olacaq. Buradakı oksigenlərin sayına baxsaq, oksigen karbon qazında 2n, suda n saydadır. Cəmi 3n sayda sağ tərəfdə oksigen var. Ona görə də oksigen qazının əmsalı 3n bölünsün 2 olacaq. Etandan fərqli olaraq etilin parlaq alovla yanır. Buna səbəb etilin molekulunda karbonun kütlə payının çox olmasıdır. Yanma zamanı yüksək temperatur əmələ gəlir. Bu temperatur etilinin parçalanmasından alınan karbon dərhal yanmır. Əvvəlcə onun hissəcikləri közlərərək alovu işıqlandırır, yəni ona parlaqlıq verir. Sonra isə alovun xarici hissəsində tam yanır. Karbonun kütlə paylarını müqayisə etsək, ilk olaraq yazılan karbon kütlə paylarının fərqli olmasına baxsaq. Məsələn, etilenə baxsaq və etanın kütlə paylarına baxsaq. Etilendə karbon kütlə payı, karbon 12 qramdır, atom kütləsi 12-dir, 2 ədəddən 24. Ümumi kütləsi isə 28-dir.
Buradakı etana baxsaqsa, etanda da karbon kütləsi 24-dür, ümumi kütlə isə 30-dur. Bu ikisini müqayisə eləsək, yuxarıdakı daha böyük ədəd olacaq. Çünki sürətlər bərabərdirsə, məxrəclərdə məxrəci kiçik olan daha böyükdür. Yəni, buna baxsaq, karbon kütlə payı etilendə daha çoxdur. Buna aid suallarımız vardı. Alkanlarda karbon kütlə payının artması və yaxud da ki, azalması, eyni söhbət alkenlərdə, alkinlərdə artmasının qrafik üzrə sualları gəlir. Oksidləşmə reaksiyalarına baxsaq, etilenimiz gümüş katalizatorluğunda oksigenlə oksidləşsə, etilen oksidi, yəni epoksid əmələ gələcək. Etileni kalium permanganat məhluluna salsaq, etilen glikol, mangan 4 oksid və kalium OH əmələ gəlir. Etilen glikolumuz ilk gördüyünüz maddədir və bu 2 atomlu spirtdir. Ümumi olaraq alkenlərin oksidləşmə reaksiyalarına baxsaq, 2 atomlu spirt əmələ gəlir. Pi rabitəsində birləşən karbonların hər birinə OH radikalı birləşir və bu 2 atomlu spirtdir. Çünki 2 ədəd hidrojeni var. Üzr istəyirəm, 2 ədəd OH hidroksid rabitəsi var. Reaksiyaya girən kalium permanganat öz bənövşəyi rəngini itirir. Bu da alkenlərin təyini reaksiyasıdır. Bunun reaksiyasına baxsaq, bu heksendir yenə, maye heksen və heksan ikisini müqayisə edirik. Bu isə kalium permanganatdır. Bənövşəyi rənglidir gördüyümüz kimi. Bu arada marqansovkadır kalium permanganatın adı. Bəzi situasiya suallarında marqansovka adı ilə gəlmişdir. Sınaq imtahanlarında. Sol tərəfdə gördüyümüz heksan idi, sağ tərəfdə gördüyümüz isə heksen idi. Hekseni qarışdıranda öz bənövşəyi rəngini itirir və mangan 4 oksid çöküntüsü yaranır. Heksanı qarışdırsaq isə gördüyümüz kimi bənövşəyi rəng öz rəngini saxladı. Polimerləşmə reaksiyalarına baxsaq, etilenin polimerləşməsinə baxsaq, pi rabitə qırılır və n sayda etilen molekulu bir-birinə birləşir. Buradakı pi rabitəmizi qırılmasına baxaq və geriyə qalan radikallar bir-biri ilə birləşir. Etilen bir monomerdir, digəri isə polimerdir. N də göstərilən polimerləşmə dərəcəsidir. Propilenə baxsaq, propileni yan-yana yox da, propileni yazanda bəzən səhvli ilə birinci və sonuncu karbonlara bu şəkildə yazmağa çalışırlar. Bu düzgün deyil, çünki pi rabitəsində birləşən karbonlar sigma rabitə yaradar. Bu karbonumuz hidrojen saylarına baxsaq, onsuz da bunun səbəbini rahatçılığı ilə görəcək. Bunun hidrojen sayı 2-dir, bunun hidrojen sayı 1-dir, bunun isə hidrojen sayı 3-dür. Polimerləşmə reaksiyaları zamanı hidrojen sayları dəyişməzdir. Yəni, burada hələ də 2 olmalı idi, burada 1 olmalı idi, burada isə 3 olmalı idi. Gördüyümüz kimi burada 3 deyil, burada da 1 deyil, burada 2 olmalı, burada da 2 olmalıdır. Yəni, hidrojen sayları dəyişə bilməz. Burada isə bu şəkildə yazsaqsa hidrojen sayları dəyişir. Ona görə nə edirik? Burada gördüyümüz metil radikalını özünə birləşən karbonda ya yuxarısına ya da aşağısına birləşdirərək çox rahatçılığı ilə tapa bilərik bunu. Yəni, pi rabitə birləşən karbon atomlarına 2 ədəd sigma rabitə yaranır və onlar bir-birləri ilə zəncir formasında birləşir. Polimerləşmə reaksiyaları bunlardır. Adlarına baxsaq, monomerin adı etilen, polimerin adı isə polietilendir və yaxud da ki, propilen, polipropilendir. Polietilen və polipropilen məişətdə istifadə olunan qabların, polietilen torbaların, boru və şlankların, tibbi ləvazimatların, yapışdırma lentlərinin, müxtəlif detalların və s. hazırlanmasında istifadə olunur. Yəni, gündəlik həyatda gördüyümüz bir çox plastik maddələr polietilen və polipropilen məhsuludur. Etilen bəzi meyvələrin yetişdirilməsini sürətləndirir. Uzaq məsafələrə meyvələrin daşınması zamanı məhsul xarab olmaması üçün ilk olaraq onu tam yetişməmiş halda yığırlar.
Daşıma zamanı isə məhsulun olduğu qapalı mühitin havasına az miqdarda, yəni 1% etilen əlavə edilir. Nəticədə məhsul lazımi ünvana çatana qədər yolda yetişir və xarab olmur. Əsasən bananda bundan istifadə olunur. Sağ olun, gələn dərslərdə görüşmək diləyilə.